Bir ara hətta şey çıxdı ki, güya sizi toyda döyüblər, eləyiblər. Nazan xanım olmasaydı, bəlkə də mən indi yox idim. Tap bir dənə maşın belə də qapısı əydi, qapısı neçəyədir, o 5 dənə ev almaq olar. Dedim, mənim anam oynayırdı, bəs kim saxladı məni? Dedim ki, mən saxladım. Sən nətər saxladın? Atam yuxarıda yatıb, amma halbuki o 6 yaşı olanda atası rəhmətə gedib. Gördüm ki, yəni silah falan, ailəm qaçacaq. Onda gördüm ki, anamın ürəyi getdi. Dedim, ay mama, kiməm mən? O, belə, oğlum, onlar səni vurmaq istəyir. Mənim maşın vurub, 14 gündən sonra ayrılmışam. Həmin gündə məni aradan çıxartdı. Televiziyanın quruluşunu mən Siyavuş Hüseynlidən öyrənmişəm. Yaxşı, Mikail zamanında, vaxtında tam deyirəm. Bunu Şəbnəm Tovuzlu deyib dəfələrlə efirdə. Onları mən çağıranda adımı qoymuşsunuz bayağı. Çağırmayın da indi. Adımı qoymuşsunuz bayağı, çağırmayın da. Vaxtında, ay da, Mikail gör kimləri çağırır. Bugün siz efirinizdən düşmür. Gərək adam gözü olsun da.